Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərdən birinin digərinə fiziki və ya mənəvi zərər vurmasıdır. Məişət zorakılığının fiziki, psixoloji, cinsi zorakılıq kimi növləri vardır. Məişət zorakılığı halları baş verdikdə Daxili İşlər Nazirliyinin riski qaynar xəttinə məlumat verilməli və ya yaxınlıqdakı polis bölməsinə yaxınlaşmalı, ilkin tibbi yardım zərurəti yarandıqda yaxınlıqdakı tibb məntəqəsinə yaxınlaşmalı. Bununla yanaşı 116-123 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məişət zorakılığı ilə bağlı mübarizə qaynar xəttinə, 916 İnsan Hüquqları Müvəkkili Çağrı Mərkəzinə, 860 genlər əsaslı zorakılıqla bağlı qaynar xəttə müraciət edə bilərsiniz. Bunlarla yanaşı, məişət zorakılığına zərər çəkmiş şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslərə sığınacaq və sosial reabilitasiya müəssisələrində göstərilən xidmətlərdən yararlana bilərsiniz.